Yaxınınıza zamin dayanmısınız, amma o indi borcu ödəmir. Hansı hüquqlarınızın olduğunu bilmək üçün bu videonu diqqətlə izləyin. Günümüzdə şəxslər öz yaxın qohumlarına və yaxud dostlarına zamin dayanırlar. Amma zaminliyin nə olduğunu, onların hansı öhdəliklərinin olduğu barədə məlumatlı olmurlar. Əslində isə zamin borclu ilə eyni öhdəlikləri daşıyır. Yəni borclu öz borcunu ödəməsə, həmin borc məbləği zamindən tutula bilər. Zaminlər isə bütün bunlardan bankların borcu onlardan tələb etməsindən sonra məlumatlı olur. Banklar əsas borc müqaviləsinin müddətinin bitməsindən 1 il sonraya qədər belə borcu zamindən tələb eləyə bilərlər. Bəs zaminlər onlardan tutulan borc məbləğini əsas borcudan tələb eləyə bilərlərmi? Bəli, məhkəmə qaydasında bu mümkündür. Amma bunun üçün siz borcu tam olaraq ödəməli, bundan sonra əsas borcluya qarşı məhkəmədə iddia qaldırmalısınız. Əgər siz də bu kimi problemlərlə qarşılaşmısınızsa, peşəkar hüquqi yardımı üçün mənə müraciət eləyə bilərsiniz.